Xoş gəlmisiniz. Mənbələrə əsaslanan bu təhlilimizdə biz heç bir tərəf tutmadan müasir yaxın şərqin o mürəkkəb mənşəyini araşdıracağıq. Yəni, Haşimilərin hekayəsinə və paramparça olmuş o böyük ərəb xəyalına baxacağıq. Gəlin çox vaxt itirmədən birbaşa mətləbə keçək. Beləliklə, təsəvvür edin, 1919-cu ildir, qarmaqarışıq Parisdəyik. Şahzadə Feysəl sülh konferansındadır. Amma bir qəribəliyi var, o, dəbdəbəli kostyum geyinmiş qərb diplomatlarının tam ortasında ənənəvi bədəvi geyimində dayanıb. Niyə? Çünki o həm bir anomaliya kimi diqqət çəkir, həm də vəd edilmiş, amma hələ də rəsmən tanınmayan bütöv bir ərəb krallığının nəhəng yükünü çiynində daşıyırdı. Bu bizi birinci hissəyə gətirir, sülh konfransı və oradakı o qəribə mənzərə. Doğrudan da, Feysəlin otaqdakı aurası inanılmaz dərəcədə valeh edici idi. Amerikalı bir diplomat bu barədə yazırdı ki, Feysəl içəri girəndə otaq sanki bir bədəvi çadırına çevrilirdi. Hətta onu Yunan müharibə tanrısının şərq versiyası adlandırırdılar. Amma bilirsiniz, bu əzəmətli görünüşün arxasında dərin bir kədər və böyük bir təzyiq var idi. Çünki atası, Məkkə şərifi Hüseyni təmsil edən Feysəl, əslində yaxşı bilirdi ki, Avropa imperiyalarına qarşı bu azadlıq mübarizəsi çox güman ki, qeyri-mümkün bir missiyadır. Gəlin biraz geriyə gedək. İkinci hissə, Osmanlılara qarşı üsyanın kökləri. Bu qarmaqarışıqlığın necə başladığını alalamaq üçün sülh konfransını bir kənara qoyub, 400 illik Osmanlı hakimiyyətinə, xüsusən də 1-ci Dünya müharibəsinin ərəfəsinə baxmalıyıq. Əsrlərlə davam edən və nisbətən rahat mərkəzləşdirilməmiş idarəçilikdən sonra hər şey dəyişdi. 1908-ci ildə gənc türklər hakimiyyətə gəldi və aqressiv mərkəzləşdirmə siyasətinə başladılar. Baxın, məhz bu dəyişiklik Hicazdakı Haşimi ailəsinin muxtariyyətini birbaşa təhdid edirdi. Yəni, vəziyyət artıq partlamaq üzrə idi. İndi mənbələrimiz burada bəzi populyar miflərə açıq şəkildə meydan oxuyur. Çox vaxt elə danışılır ki, sanki bu üsyan sırf xalqın içindən qopan saf bir ərəb millətçiliyi hərəkatı idi. Amma reallıq biraz fərqlidir. Şərif Hüseynin əsas motivi tamamilə praqmatik idi. O, sadəcə olaraq Osmanlıların artan təzyiqinə qarşı Haşimi elitasının statusunu qorumaq və öz hakimiyyətini genişləndirmək istəyirdi. Yəni, burada romantikadan çox soyuq bir siyasi hesablama var idi. Üçüncü hissə, ziddiyyətli vədlər və gizli müqavilələr. Bura həqiqətən də çox maraqlıdır. Müharibənin ən qızğın çağında İngilislər tam mənada məhvedici bir diplomatik toqquşma kursu dizayn etdilər. Fikir verin, onlar bir tərəfdən 1915-ci il yazışmalarında Hüseynə hərbi dəstək müqabilində müstəqil bir ərəb dövləti vəd etdilər, amma tam eyni vaxtda, yəni 1916-cı ildə fransızlarla oturub məhz eyni ərazini gizli Sykes-Picot sazişi ilə öz aralarında bölüşdürdülər. Bir düşünün, eyni torpaq, iki fərqli sənəd və bir-birinə tamamilə zidd olan iki böyük vəd. Nəticədə nə oldu? Müharibənin sonuna qədər bu vədlər nəhəng, açılması qeyri-mümkün olan bir diplomatik düyün yaratdı. Baxın, Haşimilər vahid ərəb dövləti istəyirdi, fransızlar Suriya və Livanı, İngilislər İraq və Fələstini istəyirdi ki, Hindistana yolları açıq olsun, Siyonistlər isə Balfour bəyannaməsinə əsasən Fələstində Yəhudi milli evi qurmaq istəyirdilər. Hər kəsin hədəfində eyni torpaqlar var idi. Təbii ki, bu qədər fərqli iddianın eyni məkanda dinc yanaşı yaşaması, necə deyərlər, həm riyazi, həm də siyasi cəhətdən sadəcə mümkünsüz idi. Dördüncü hissə, Ərəbistanlı Lawrence və Dəməşqin süqutu. Sülh masasında bu iddiaları qanuniləşdirmək üçün Haşimilərə mütləq real, toxunula bilən bir hərbi qələbə lazım idi. Lakin rəqəmlər sizi bərk təəccübləndirə bilər. Ərəb üsyanında cəmi 15 minə yaxın qeyri-nizami əskər iştirak edirdi. Bu qədər. Hollywood filmlərində, o romantik kitablarda beynimizə yeridilən o nəhəng sonsuz ərəb ordusu təsəvvürü var ha. Bax, o mif bu rəqəmlə tamamilə paramparça olur. Bəs onda belə kiçik bir qüvvə ilə bu qədər səs-küyün necə yaratdılar? Burada C.E. Lawrence'in əsl strateji dühası dövrəyə girir. Onun sirri kütləvi cəbhə döyüşlərində deyildi. Xeyr, o bədəvilərin döyüş tərzini çox yaxşı anlamışdı. Birbaşa hücumlar əvəzinə onlar Hicaz dəmir yolunu hədəf alan vurğaç taktikalarından istifadə etdilər. Bu sadə, amma dahi gediş Osmanlı qoşunlarını passiv vəziyyətdə saxladı və Feysəlin qüvvələrinə İngilislərlə birlikdə irəliləyərək 1918-ci ildə Dəməşqi ələ keçirməyə imkan verdi. Və nəhayət 5-ci hissə, Haşimi xəyalının dağılması. Amma təəssüf ki, Dəməşqi ələ keçirmək bu xəyalı yaşatmaq üçün yetərli olmadı. İngilis və Fransız imperiyalarının o son dərəcə soyuqqanlı, acımasız real politik yanaşması ərəb idealizmini çox qısa zamanda əzib keçdi. Xronologiyaya baxsaq, vəziyyət həqiqətən faciəvidir.
Amerikanların yaratdığı King-Crane komissiyası yerli xalqın müstəqillik istədiyini açıq-aşkar sübut etsə də, bu hesabat sadəcə örtbasdır edildi. Britaniya öz imperialist maraqlarına görə Feysalə verdiyi dəstəyi geri çəkdi və çox keçmədən 1920-ci ildə Fransız hərbi qüvvələri onun Suriyadakı qısa müddətli krallığını amansızca darmadağın etdi. Yekun reallıq tam çılpaqlığı ilə ortada idi. Verilən bütün o böyük sözlər, öz müqəddəratını təyin etmə hüququ hamısı unuduldu. Bunların əvəzində nə oldu? Fransa Suriya və Livanı, Britaniya isə İraq və Fələstini mandatını aldı. Haşimilər isə Suriyadan sürgün edildi. Üstəlik, bölgədə neftin kəşfi ilə imperiyaların strateji maraqları daha da artdı və bugünkü xəritədə gördüyümüz o sərhədlər qəti şəkildə cızıldı. O böyük Haşimi xəyalı isə bərpa olunmaz dərəcədə məhv edildi. Sonda gəlin bir məsələ üzərində birlikdə düşünək. 1919-cu ildə imperiyalar tərəfindən sırf öz maraqları üçün xəritədə xətkeşlə ixtiyari şəkildə çəkilmiş o sərhədlər bugün İraqın və ümumilikdə yaxın şərqin bitmək bilməyən geosiyasi qeyri-sabitliyini necə alovlandırmağa davam edir? Bütün bu pozulmuş vədlərə baxanda adamın ağlına yalnız bir sual gəlir. Əgər o vaxt fərqli qərarlar alınsaydı və Haşimi xəyalı yaşasaydı, bugün yaxın şərq tamamilə fərqli bir yer ola bilərdimi? Mənbələri bizimlə birlikdə təhlil etdiyiniz üçün təşəkkürlər.